Hörmətli Şeyh Həzrətləri, hörmətli tədbir iştirakçıları, kifayət qədər geniş çıxışlar oldu, mövzuya münasibət bildirildi. Mənim danışılan fikirlərə heç bir əlavəm yoxdur. Ümumiyyətlə, istənilən halda seçkilər hər hansı bir ölkənin həyatında talih yüklü bir məsələdir. Seçkilər ən böyük bir siyasi hadisədir və bu siyasi hadisədə də insanların, xalqın fəal iştirak etməsi ilk növbədə zəruridir. Çünki kənardan bəzi dövlətlər xalq və hakimiyyət arasında uçurum görüntüsü yaratmaq istəyirlər və bu seçkiləri nüfuzdan salmağa cəhd göstərirlər. Ona görə də seçkidə iştirak bir vətəndaşlıq borcudur insanın və ümumiyyətlə insanın mənsub olduğu xalqın taleyinə biganə yanaşmaması onun həm də ilahi vəzifəsidir. Ona görə də bu seçkilərdə həmişə olduğu kimi yenə də ümid edirik ki, xalqımız fəal iştirak edəcək və bu seçkilərdə öz fikrini, münasibətini ortaya qoyacaq. Xüsusilə indiki dönəmdə regionda və dünyada baş verən münaqişələr fonunda, ixtilaflar fonunda ölkədə olan stabilliyin qorunması üçün, ölkədə olan davamlı inkişafın qorunması üçün bugün dövlət başçısına səs vermək hər zamanki dövrdən daha çox önəm kəsb edir. Çünki bugün doğru seçim etmək ciddi bir məsuliyyətə çevrilir. Çünki Azərbaycanda biz gözümüzü açmışıq, Azərbaycanı belə sabit, stabil bir dövlət kimi görürük. Heç bir dinlər arası, məzhəblər arası problemi olmayan bir ölkə kimi görürük. Amma başqaları üçün, başqa xalqlar üçün bu bir arzudur, bu bir istəkdir. Bəzən də gerçəkləşməsi mümkün olmayan bir istəkdir. Ona görə də bu inkişafın daha da davamlı olması üçün və bu iqtisadi inkişafın, siyasi stabilliyin daha da möhkəm olması üçün Azərbaycan xalqı yenidən şübhəsiz ki, Cənab Prezidentə səs verəcək və bu işdə də dindarlar da həmişə olduğu kimi fəal iştirak edəcəklər və bugünkü gündə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən və ümumiyyətlə dini konfessiya rəhbərləri tərəfindən belə bir müraciətin imzalanması da əlamətdar hadisədir və bütövlükdə inanclı insanların da iradəsini ifadə edir. Allahdan dövlətimizə, xalqımıza uğurlu inkişaf arzu edirəm. Allah öz rəhmət nəzərini, sayəsini bizim başımızın üzərindən çəkməsin. Allah bugünkü toplantımızı da böyük bir xeyirlərə vəsilə qərar versin. Allah müstəqilliyimizi, dövlətçiliyimizi daha da möhkəmləndirsin. Çox sağ olun. Çox sağ olun, minnətdarım. İndi də Balakən